Salam əziz dostlar, salamlayıram hamınızı. Bugün biz keçən dərsimizin davamını edəcəyik. Mən artıq Taskforce saytının təqdim etdiyi virtual maşına daxil olmuşam və sistemi restart edirəm. Bəli dostlar, sistemi açıldıqdan sonra biz proyektimizi açırıq və burada biz Windows Gear 002'ni seçirik. Bəli dostlar, Gear 002 açılandan sonra Graphical Builder açılır və biz yaratdığımız trafaretdən MyLamp trafaretini keçirdirik bizim əsas HTML iskilindən. Bir və iki. Bəli dostlar, trafaretləri keçirdikdən sonra iki dəfə hər bir obyektin üstünə vurub keçirik General Name Binding və burada Define Local Binding'in üstünə klik edirik və bu menü aktivləşir burada. Initial Value'da isə biz Initial Value'da biz öz parametrlərini yazırıq. Bundan öncə yazdığımızı Ramp 1 Change, bundan sonra push button 10, yani bizde 10 biriydi. Change ve off için de 10 off 1. Bunu da change edip save edirik. Save etmeye ihtiyaç yok. Close'u basacağız, artık save olunacak. Eyni məsələndə ikinci olan dedik. Generate name binding, define local, lamp terminal, lamp key bizde. Change 12 of 2. Və yenə də bağlayırıq. Bir dənə biri yoxlayaq. Bəli, parametrlər yerindədir. Dostlar, siz bildiniz də bunlar process variable'lar. Process dəyişənlərdir. Azərbaycanca dəyişən deyirik buna və bunu keçən dərsdə göstərdiyim kimi biz bunu hardan götürmüşük? Burada yazılırsa 11 of 1, 12 of 2 və lamp üçün eyni out götürmüşdük bu hissədən. Lamp 1, lamp 2. Artıq bunu save edə bilərik. Yes. Bağlayaq. Bəli, bağladıqdan sonra biz indi bunun funksiyasını qurmalıyıq. Function bloku gəlir, ona görə də function blokda biz seçirik dəyər düşür. Olan dəyər düşür bizə. Və dəyər 3 açıldı və burada yenə insert function block process variable seçməliyik. Link blokda gəlir və link blokdan PO seçtik, adını qoyacağıq 10 enter link off enter və out da qoyaq lamp enter və indi isə RS blokunu seçəcəyik. RS blokunu seçmək üçün yeni function blok. Bəli, buraya sadəcə RS yazıb blok düyməsini basırıq. Bloku əlavə edirik və adını qoyaq
Silvan mesela. Ve burada yine bunları birleştireyim. Insert. Bir defa klik bura. Bir defa bu ise ve aynı şekilde bir defa bura. İki defa da bu ise ve elinizi alt tutun. Bir defa bura. Bir defa bu ise ve burada dostlar yadınızdadırsa bu hissəni içməliyik. Eğer Q01 olsa bizde kompilasiya vaxtı problem olacaq. Bunu iki edirik. Enter basarıq. Tamam, yaxşı, dəyişməyə yoxlayarıq. Kompilasiya vaxtı problem olsa dəyişərək. Və biz artıq Smart Parts-ı qoşmalıyıq. Onun üçün də Smart Part Manager-ı qoşuluq. Deməli, Smart Part açıldıktan sonra bu hierarxi bölməsini açır və burada Smart Parts-da yeni bir folder yaradırıq. Hansı ki, bizim şablonları qeyd edəcək. Və bunun adı qoyuruq Smart Folder. Yaxud da başqa adlı qoya bilərsiniz. Amma yaxşı olar ki, mənim atımlarımdan gedəsiz. Enter basırıq. Və burada biz nə etməliyik? Biz bu pəncərəni balacalaşmalıyıq. Balacalaşmadır bu pəncərə. Çox pəncərəni balacalaşdırsaq. Tamam dostlar, ben pəncərəni balaca etdim və burada siz də eləyəndə deməli video qeydiniz display area-ı söndürərsiniz və ondan sonra qıraqdan verdə artıq pəncərənin ölçülərini düzəldərsiniz. Bundan sonra biz nə edirik? Bundan sonra biz bu sxemi tam olaraq seçib dostlar, bu sxemi seçirsiniz, sadece muşkayla getirirsiniz, sonra bu pəncərənin içine ağ olan hissəyə, bu hissəyə salırsınız və burada belə bir pəncərə olacaq. Bunun da adını birinci qoyarsınız, Smart deyib. Smart deyib və kommentlərdə də yazaq my first program ve ok düğmesini basarız. Ve artık bizim birinci sxemimiz düştü buraya. Şablonu yarattıktan sonra siz artık şablonu değiştirebilirsiniz. Smart'e basırsınız 2 defa ve burada edit tool var. Burada yani gələcəkdə hansı obyektlərin dəyişilməsini istəyirsə, onları seçebilirsiniz. Gələcək bu şablonla bağlaya bilərik. Mesela ben burada 2 tane əlavə elədim. Yəni ehtiyac yoxdur, amma istəsəz eləyə bilərsiniz. Və artıq dostlar, şablon hazır olandan sonra bir köhnə şablonu silə bilərik. Dəyərlərindən tanımlarız. Və sildikdən sonra yeni şablon, bu Smart şablonunu biz ölçüləbilirik buraya. Və belə bir properties pəncərəsi açılır və burada biz artıq köhnə obyektləri, yan obyektləri bizim olan process variable bağlayabilirik. Və burada bağlamanı necə edirik? 11'e bağlıdır. Off 1'e bağlıdır. Və lamp 1'e bağlıdır. Və save edirik. Close edelim. Yok.
10 of 11. Və eyni cür indi ikinci şablonu da bura atırıq. Smart'ı seçib bu işləri atırıq. Və burada da eyni cür 10, 12 of 2 və one chip və close edin, update edin və baxırıq. Bəli dostlar, artıq sxemlər hazır olandan sonra biz deməli save edib gözləyək double define time name. Deməli burada bu rs modulu 2 dəfə yazıldığından burada error çıxacaq. Onu rs1 eləyin. Çünki burada gördünüz 12'dir, of 2'dir, land 2'dir və birinci sxemdə isə land 1, land 2, 11 və of 2'dir. Of 1. Göstərirəm. Update edirik. Və yenidən kompilyasiya edək. Yəni save etsəz, save eləyəndə özü kompilyasiya edir, artıq istəyirəm özü. Gözləyək, error çıxmasın. Və bəli, error çıxmadı və indi bunu bağlayırıq tam olaraq. Və birinci dərsdəki kimi biz yeniləyirik. FCS-ə deməli test function simülasiyaya başlayırıq. Ok düyməsini basırıq. Bəli dostlar, artıq simülator koda düşdü və yadınızdan çıxmasını stop verirsiniz. Dediyim kimi, ola bilərsin ki, kimdəsə işləsin, amma məndə çox vaxt işləmir, ona görə stop basıb təzdən start verirəm. Dediyim kimi, Studian öz problemidir. Ya simülatorun öz problemidir, ya Windows'un öz problemidir. Amma stop startdan sonra məlumat işləyir. Və biz bu paneli də minimalize edək. İnsanlar içində bağlamaq da var, amma minimalize edin. Və gələk bizim sxemə 0.2 3 dənə 0.2 kol. Tamam, sxemimiz açıldı. İndi lampanı yandıracağıq. Bir yazırıq, enter basırıq və lampamız yandı. İkinci lampanı yandıraq və bir enter. Bəli, ikinci lampamız da yandı. İndi isə söndürək. Bir enter. Söndür və bu lampanı söndürək. Bir enter. Deməli dostlar, şablonu sizə nə vaxt lazım olacaq? Məsəl üçün bir qurduda işləyirsə, orada 10 dənə, 15 dənə motor var və motorların öyrən xüsusiyyətləri eynisə template'dən istifadə edə bilərsiniz. Bu şablonlarda ya knopkalar, ya indikasiyalar çox olanda və bir knopkada on-off knopkasıdır, ya start-stop knopkasıdır. Yəni bu şablonlarda mütləq istifadə edin. Bu sizin işinizi asanlaşdıracaq və gələcəkdə hər hansı bir proyektdə motorda dəyişiklik edəndə şablonla etmək daha asandır. Yəni obyekti bir-bir yaratmaq. Çox sağ olun, təşəkkür edirəm. Sualınız olsa bizim YouTube kanalımızda, yaxud da Taskclass saytına birbaşa yaza bilərsiniz.